Bakının Xətai rayonunda 45 yaşlı kişi sosial şəbəkədə tanış olduğu şəxsə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə rayonun Gəncə prospektində yerləşən orta məktəblərinin birinin yaxınlığında baş verib. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Orxan sosial şəbəkədə tanış olduğu Elnurla mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı o Elnurun bədəninin müxtəlif nahiyələrinə əl, baş və dəmir açarla zərbələr endirərək ona xəsarətlər yetirib. Faktla bağlı Orxanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmədə ifadə verən Orxan bildirib ki, Elnurla TikTok sosial şəbəkəsi vasitəsilə tanış olub. Elnurun canlı yayımına qoşulanda erməni əsilli bir şəxslə mehriban danışdığını gördüm və həmin şəxsi təhqir etdim. Bundan sonra Elnur məni canlı yayımdan uzaqlaşdırdı. Daha sonra isə mənə məxsus şəkilləri icazəm olmadan öz səhifəsində paylaşdı. Mən də iradımı ona şəxsi mesajla bildirdim və qara siyahıya əlavə etdim deyə o ifadəsində göstərib. Orxanın sözlərinə görə hadisə günü səhər saat 06:00-da TikTokda canlı yayıma qoşularkən Elnur haqqında mənfi fikirlər səsləndirildiyini görüb. Mən də müzakirəyə qoşuldum və Elnurun Azərbaycanı nüfuzdan saldığını düşündüyüm üçün iradımı bildirdim. Daha sonra Elnur canlı yayıma qoşularaq məni nalayiq ifadələrlə təhqir etdi. Əsəbləşərək ona şəxsi mesajla mobil nömrəmi göndərdim və zəng etməsini istədim. Lakin zəng etmədi deyə Orxan ifadəsində göstərib. Orxan bildirib ki, sonradan Elnur onu yenidən təhqir edib və söhbət etmək üçün Xətai rayonu ərazisində yerləşən məktəbin yanına gəlməsini istəyib. Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən evimdən çıxaraq idarə etdiyim Nissay markalı avtomobillə həmin ünvana getdim. Ora çatdıqdan sonra Elnura mesaj yazdım. Təxminən saat 8 radələrində o gəldi. Əvvəlcə ona söhbət etmək üçün avtomobilimə dəvət etdim. Məsələni sakit şəkildə həll etmək istədim. Lakin o bundan aqressiv şəkildə imtina etdi deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə daha sonra məktəbin Hasanın yanında söhbət edərkən Elnur onun başına toxunub. Bundan sonra ilk olaraq başımla onun üz nahiyəsinə zərbə vurdum. Daha sonra aramızda əlbəyaxa dava başladı. Mən ona diz və yumruq zərbələri endirdim. Elnurun baş nahiyəsindən qan axma başladı. Oradan uzaqlaşmaq istəyərkən o arxamca gəldi. Bu zaman üzərimdə olan dəmir açarı onun özümdən uzaqlaşdırmaq üçün bir neçə dəfə havada fırlatdım. Həmin açarla onu vurmamışam, sadəcə qorxutmaq istəmişəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Zərər çəkmiş Elnur isə ifadəsində bildirib ki, təxminən 3 ildir TikTok platformasında Maximus adı ilə fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini tanıtmaqdır. Onun sözlərinə görə hadisədən əvvəl açdığı canlı yayımda Orxan etik davranış qaydalarını pozduğuna görə efirə buraxmayıb. Bundan sonra Orxan ona şəxsi mesaj yazaraq görüşmək istədiyini bildirib. Orxanın təklifini qəbul etdim və yaşadığım binanın yaxınlığındakı orta məktəbin yanına görüş təyin etdik. Səhər saatlarında onun mesajını gördükdən sonra evdən çıxaraq həmin ünvana getdim deyə Elnur ifadəsində qeyd edib. Elnurun ifadəsində daha sonra Orxanla mübahisə etdiyini və dava zamanı müxtəlif bədən xəsarətləri aldığını bildirib. Xətai rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının tətbiq olunub. Nəticədə Orxan cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.